Kök altında B çıxılsın kök altında. Buradakı B-nin əvəzinə yazmaq olar. Kök altında B-nin mörtəzə kvadratı plus 5-in əvəzinə yazmaq olar. Kök altında 5-in mörtəzə kvadratı. Çıxılsın 24 vur 5 deməkdir. 4-dən 2 çıxar, kökün altına qalar 5 vurulsun B. Bu da yenidən bərabərdir. Kök altında B çıxılsın. Diqqət yetirin, birincinin kvadratı birinci ilə ikincinin hasilinin kimisi plus ikincinin kvadratı. Bu əslində kök altında B çıxılsın kök altında 5-in mörtəzə kvadratının açılışıdır. Bu da bərabərdir. Buradan kvadratla kök gedər. Nə qalar əslində? Kök altında B çıxılsın. Cüt dərəcədən olduğu üçün hökmən modulda kök altında B çıxılsın kök altında 5. Bu da yenidən bərabərdir. Şərtdə verib B 5-ə bərabər və ondan böyükdür. 5-ə bərabər və ondan böyükdürsə B, modulun daxili şərəsi müsbətdir. Yəni olduğu kimi çıxacaq. Kök altında B çıxılsın sadə mörtəzəni açmağı unutmayaq. Kök altında B çıxılsın kök altında 5. Bu da yenidən bərabərdir. Kök altında B çıx kök altında B plus kök altında 5. Və buradan bu ikisi silah getdi. Doğru cavab o zaman oldu kök altında 5. C variantı.